Salam, hər vaxtınız xeyirli olsun. Deməli, bugün birinci hissə həqiqi ədədlər mövzusunun inşallah testlərini bir yerdə işləyəcəyik, birinci bölməni. Yəni, rasional ədədlər üzərində əməllər. İnşallah, video keçməmişdən qabaq səhifəni bəyənib, takip edin ki, bu cür videoların inşallah davamı gəlsin. Gəlin birinci suala baxaq. 1-ə. 1-də nə deyir? Deyir, aşağıdakı ədədlərdən hansı ədəd oxundan 13 vahid məsafədə yerləşir. Şöyle baxın, təsəvvür edin ki, ədəd oxunda 13 ədədindən, şöyle bir dənə ədəd oxu götürək. Ədəd oxunda 13 ədədi olsun burada. 13 ədədindən 18 vahiddən kiçik məsafə. Şöyle əvvəla 13 ədədindən 18 vahid olan məsafələr hansılardır? Məsələn, 13-dən 18 vahid sağda olan ədəd, yəni 13-ün üzərinə 18 gəlsək 31 verəcək. Deməli, 13-dən 18 vahid sağdakı ədəd 31'dir. Bəs 13-dən 18 vahid soldakı ədəd hansıdır? Yəni 13-dən də 18 çıxsaq, bizə verəcək -5. Yəni buradakı ədəd də -5'dir. Deməli, uşaqlar, 13 ədədindən, deməli 13 ədədindən 18 vahid məsafədə yerləşən ədədlər, baxın bu ədədlərdir. Baxın, buradakı ədədlərdir. Amma bizə nəyi soruşur? 13 ədədindən 18 vahiddən kiçik məsafədə. Bəli, 13 ədədindən 18 vahiddən kiçik məsafədə yerləşən ədədlər, baxın qara ilə işarə elədim. Bu aralıqda olan ədədlərdir. Yəni 13-dən 18 vahid sağdakı ədəddən kiçik, yəni bu aralıqdakı olan ədədlər 13-dən 18 vahid solda, 13-dən 18 vahid kiçik məsafə buradır. Bundan kiçik məsafə deyəndə baxın bu ədədləri soruşur. Məsafədə yerləşən ədədlər. Şolar. Bizdən soruşur ki, 13 ədədindən 18 vahiddən kiçik məsafədə yerləşir. Gəlin baxaq. -6 burada yerləşir. Bu 18 vahiddən böyük məsafədir. -4 bəli ilə burada yerləşir. Doğru cavab -4'dür. Amma -5 elə 18 vahid məsafədir. Amma şərtdə deyil ki, 18 vahiddən kiçik. -5 18'dir. 18'dən kiçik deyil. Ona görə getdi 31. 13'dən 18 vahid məsafədədir 31. Amma 18 vahiddən kiçik məsafə deyil. Ona görə 31 də getdi. 32 də 13'dən 18 vahid sağdakı ədəddən də hətta böyük məsafədir. Yəni 32 buradadır. Yəni bu aralıqda yerləşən ədəd bir dənə -4'dür. Yəni D variantı. Bu oldu bizim birinci sualın cavabı. D variantı. 2 bunun oxşarıdır. Gəlin 3'ə baxaq. 3'də nə deyir? Ədəd oxunda bir dənə ədəd oxu götürək. N ədədindən. Bu olsun bizim N ədədimiz. N ədədindən 2 vahiddən böyük. Əvvəla N ədədindən 2 vahid məsafəni tapaq. N'dən 2 vahid, yəni 2N vahid sağda olan ədəd N'in üzərinə 2N gəlsə bizə verəcək 3N. 3N. Bəs N'dən 2 vahid soldakı ədəd hansıdır? Yəni N'dən 2N çıxanda bizə verəcək -N. -N. Deməli, N'dən 2N vahid soldakı ədəd isə -N'dir. İndi bizdən soruşur ki, N'dən 2N vahiddən böyük məsafədə yerləşir. Uşaqlar, N buradır. N'dən 2 N vahid ədədlər, baxın, bu ədədlərdir. N'dən 2N vahiddən böyük məsafə deyəndə, baxın, bu məsafəni nəzərə tutur. Bu məsafəni. Burada da bu məsafəni nəzərə tutur, tapın. Deməli, N'dən 2N vahid olan ədədlər -N'dən 3N'dir. Bundan böyük məsafə dediyinə görə bu məsafədə olacaq, baxın, bu məsafələr. Yəni, -N'dən sola, yəni sonsuzluqdan -N'ə birləşdi. Bir də N'dən 2N vahid sağdakı ədəd 3N'dir. 2N'dən böyük dediyinə görə 3N'dən müsbət sonsuzluğu götürürük. Cavab olacaq -sonsuzluqdan -N'ə, 3N'dən müsbət sonsuzluğa, yəni A variantı. Bu oldu 3'ün cavabı A variantı. 4 bunun oxşarıdır. Gəlin növbətiyə baxaq. Növbəti. Şolar, növbəti sual 5-ci sualdır. Deyir, ədəd oxunda A və B nöqtələri arasında 13 bərabər hissə olarsa. A ilə B'nin arasındakı məsafə 13 bərabər hissə olarsa. Yəni A'dan B'yə qədər bu məsafə 13 dənə bərabər hissədir. Baxanda görsənir 1, 2, 3, 4, 5, 6, 7. 7 deməli buradadır. 1, 2, 3, 4, 5, 6. 6 buradadır, 7 də buradadır. Bu baxanda görsənir. İndi bizə nə lazımdır olar? Bizdən B çıx A-nı soruşur. Uşaqlar, baxın,
Sıfırdan 1'ə qədər, sıfırdan 1'ə qədər bir dənə bu hissəni qeyd edeyim tam başa düşün. Deməli 0 buradır, 1 də buradır. Sıfırdan 1'ə qədər neçə dənə ara var? 1, 2, 3, 4. Deməli sıfırdan 1'ə qədər 4 dənə aramız var. Gəlin bir də qeyd edək. Baxın, sıfırdan bu 1'ə qədər 4 dənə ara var. 1, 2, 3, 4. 4 bərabər ara var. 4 bərabər ara. Onda şolar 1'i 4'ə böləndə bizə 0,25 verəcək. Yəni 0'dan sağa doğru getdikcə 0,25, 25 artır. 0,25'in üzərinə 0,25 gəl, 0,50. 0,50'in üzərinə 0,25 gəl, 0,75. 0,75'in üzərinə 0,25 gələndə 1'i verir. Onda deməli hər dama 0,25, 0,25 artır. Onda şolar bura 1'dir. 1'dən sağa doğru getdi. 1 tam %25. 1,25. Bir dənə də bura getdi. 1 tam %50. Bir dənə sağa doğru getsə 1 tam %75 olur. Deməli B-nin qiyməti 1 tam %75. Amma sıfırdan sola doğru getdikcə şolar mənfi 0,25. Mənfi 0,25. Sonra bir dənə də bura mənfi 0,25'dir. Bəs bura nədir? Mənfi 0,5'dir. Bura mənfi 0,75'dir. Yəni mənfi 25, 25 azala gedir. Bura mənfi 1'dir. Bura mənfi 1 tam %25'dir. Bura isə mənfi 1 tam %25'dən sola doğru gedəndə 0'dan 125 yenə azalır. Olacaq mənfi 1 tam %50. Yəni mənfi 1,5. A-nın da qiyməti mənfi 1,5'dir. Bizdən soruşur B çıx A-nı tap. İnşallah B-dən də A çıxsaq, yəni 1 tam %75'dən çıxırıq. Mənfi 1,5. 2 mənfi qarşı-qarşıya olanda toplanır. Yəni 1 tam %75 üstəgəl 1,5. Bu da bizə verəcək 3 tam %25. Cavab olacaq 3 tam %25. Yəni 5'də C variantı. Keçək 6-cı suala baxaq. Bunu sildik. 6'da da şolar eyni qaydadadır. Sadəcə mənasını dərk eləsək bizə bəs eləyir. 6'nın mənası nədir? 6'nın mənası odur ki, əvvəla gəl nəyə fikir verək? Deməli 16 bərabər hissəyə bölünüb. Yəni şolar bu nə deməkdir? Yəni bu aralardakı bütün hissələr bərabərdir. Bunu bildik. 16 bərabər hissəyə bölünüb. Bura A'dır, bura A. Şolar gəlin bunu neyək? Bunu belə yazaq. Diqqətlə baxaq. Bizə 0 ilə 2'nin arasına baxaq şolar. 0 ilə 2'nin arası. 0 ilə 2'nin arası nə qədər ara var? 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli 2, 8 bərabər yerə bölünüb. 2'ni 8 bərabər yerə bölsə 2'yə böl 1, 2'yə böl 4. Bu da bizə verəcək 1 ilə 4'ə böləndə 0,25. Yəni şolar hər dəfə sağa doğru getsə 0,25 artır. 0,25, 0,50, 0,75. Yəni bu qaydada gedir. Şolar 2'dən əvvəl 2'dən 0,25'i çıxsaq bizə verəcək 1 tam %75. Deməli B'nin koordinatı 1 tam %75'dir. Bu B'nin koordinatıdır. Yazırıq B bərabərdir 1 tam %75. Və sıfırdan sola doğru getsə mənfi 0,25 azalır. Çünki hər dama, hər ara 0'dan 125 aradır. Onda şolar bura olur mənfi 0,25. Bura olur mənfi 0,50. Yəni 0,5. Bir dənə 0,25 sola getsə olacaq mənfi 0,75. Və A-nın da koordinatı olacaq mənfi 0,75. Bizdən nəyi soruşur tap? 2B çıx 4A-nı tap. Şolar 2B nə deməkdir? 2'ni vurduq 1 tam %75'ə çıxdıq. 4'ü vurduq nəyə? Mənfi 0,75'ə. A-nın da qiyməti 0,75'dir. 2'ni 1 tam %75'ə vuranda 3 tam onda 5'i verəcək. Mənfiyə vuranda müsbəti verəcək. 4'ü 0,75'ə vuranda şolar 3'ü verəcək. 3 ilə də 2,5 toplasaq bizə verir 6,5. Yəni bu sualın cavabı olur 6,5. Yəni A variantı. Və 7'də şolar eynən bunun oxşarıdır. 7'ni bu qaydada yazacaqsınız. Gəlin 8-ci suala baxaq. Bunu sildik. Keçək 8'ə. 8'də nə deyir? Deyir, dağın ətəyində havanın temperaturu 6 dərəcə Selsidir. Şolar, gəlin bu sualda özümüzdən bir şəkil yaradaq. Baxın, bu bizim olsun dağın ətəyi. Dağın ətəyi, yəni aşağı hissəsi. Dağın ətəyi. Və
Bu da olsun ən yuxarı hissə. Ən yuxarı hissə. İndi nə deyir? Dağın ətəyində, uşaqlar, dağın ətəyində. Dağın deyir ətəyində havanın temperaturu 6 dərəcə Selsidir. Yəni ən aşağıda temperatur müsbət 6 dərəcə Selsidir. Və ən yuxarı hissəsində isə mənfi 13 dərəcə Selsidir. Yəni ən yuxarı bu hissədə mənfi 13 dərəcə Selsidir. Bunu da bildik. Və hər 300 metr yüksəkliyə qalxdıqca havanın temperaturu 1 dərəcə Selsi aşağı düşür. Yəni uşaqlar, təsəvvür edin ki, bu aşağı sıfırdır. Bu ətək aşağı hissə. Hündürlük 0 metrdir. Və hər 300 metr yuxarı qalxsaq, yəni 300 metr yuxarı qalxsaq, burada havanın temperaturu 1 dərəcə Selsi aşağı düşəcək. Olacaq 5 dərəcə Selsi. Təzədən bir dənə 300 metr yuxarı qalxsaq, havanın temperaturu 1 dərəcə Selsi yenə aşağı düşür. Yenə 300 metr yuxarı qalxsaq, havanın temperaturu yenə 1 dərəcə Selsi aşağı düşür. Deməli, uşaqlar, burada nəyi bildik? Hər ara 300 metrdir. Baxın, hər bir ara neçə metrdir? 300 metrdir. Bizdən soruşur ki, dağın hündürlüyü neçə metr olduğunu tapın. Uşaqlar, bizə nə lazımdır? 13-dən 6-dan mənfi 13-ə qədər neçə ara var? Gəlin bunu ədəd oxunu düzünə çəkək. Müsbət 6 dərəcə buradır, mənfi 13 dərəcə buradır. Uşaqlar, mənfi 13-dən 0-a qədər 13 ara var. 0-dan 6-ya qədər də uşaqlar 6 ara var. Hardan bilərik? Gəlin baxaq. 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6. Yəni 0-dan 6-ya qədər 6 ara, 0-dan mənfi 13-ə qədər 13 ara. Onda uşaqlar, burada bütövlükdə neçə dənə ara var? 6-dan dərəcədən, 6-dan mənfi 13-ə qədər, 6-dan mənfi 13-ə qədər 13-ün altını toplasaq 19 aranı verir. Ara. Deməli, burada oldu 19 ara. Uşaqlar, bir ara neçə metr idi? 300 metr. Bəs 19 aramız neçə metr olacaq? 19-u da 300-ə vursaq, bizə verəcək 5700 metr. Yəni, bu sualın cavabı olur uşaqlar 5700 metr. Yəni, hər dəfə belə 300 hesablasaq, belə aradan 19 dənədir. 300 metr, 300 metrdə 19 dənədir. 19 da 300-ə vursaq 5700 metr. Deməli, bu sualın cavabı oldu 8-in cavabı uşaqlar, 8-in cavabı 5700. Aha. Və bundan sonraki 9 sualda oxşardır.